Abu Hureyra rəvayət edir ki, Allah elçisi ona Allahın salavatı və salamı olsun demişdir. Kim Allaha və onun elçisinə iman gətirir, namaz qılır və Ramazan orucunu tutursa, bundan sonra istər Allah yolunda cihad etsin, istərsə də doğulduğu diyarda qalsın. Allah onu cənnətə daxil etməyi özünə vacib bilmişdir. Səhabələr dedilər, ey Allahın elçisi, insanları müjdələyəkmi? Peyğəmbər ona Allahın salavatı və salamı olsun dedi. Cənnətdə Allahın onun yolunda cihad edənlər üçün hazırladığı 100 mərtəbə var. Bu mərtəbələrdən hər iki mərtəbə arasında olan məsafə, yerlə göy arasında olan məsafəyə bərabərdir. Allahdan nə isə dilədiyiniz zaman Firdovs cənnətini diləyin. Çünki Firdovs cənnətin tam ortası və ən yüksək mərtəbəsidir. Onun üstündə isə Ər-Rəhmanın ərşi yerləşir. Cənnət çayları da oradan qaynayıb axır. Buxari 2581-ci hədis.